Salam, hər vaxtınız xeyir. İndi bir şeyi göstərmək istəyirəm. Deməli, Wi-Fi-ya qoşulu olduğunuz Wi-Fi-ın şifrəsini öyrənmə. Və yaxud belə deyim, telefon məsələn Wi-Fi-ya qoşulusunuz, şifrəsini bilmirsiniz. Sadəcə qoşulu telefonunuz. QR kodla verirsiniz hər kəsə. Bəzi cihazlarda QR kod dəstəkləmir. Yəni QR kodla oxuda bilmirlər və yaxud da QR kodu telefonda yoxdur və yaxud da ki, belə oxutduqda telefon qoşulmur. Belə problemlər olur. Ona görə çox adam və yaxud da ki, maraqlıdır da şifrə nədir yadınızdan çıxıb bilmək istəyirsiniz. Mənim cihazımda bu şifrə hal-hazırda görürsünüz bilmirəm yazıb. Mənim şifrəm budur. Mənim cihazın qoşulu olduğu Wi-Fi şifrəsini avtomatik göstərir. Sadəcə çox cihaz göstərmir. Onun üçün bunu göstərmək istəyirəm. Qoşulu olduğunuz Wi-Fi-nin üzərinə gəldikdə Samsunglarda burada ən sağda bu ox işarəsini görürsünüz. Yəni ki, bu ox işarəsini basdıqda burada şifrədə yazır. Bəzən şifrə, bəzi cihazlarda, yeni modellərdə şifrə yazır. Aşağıda sol tərəfdə QR kod olur. Samsunglarda eləcə QR kod paylaşırlar. Beləncə bu Xiaomi cihazlarında, məndə Xiaomi'nin Poco seriyasıdır. X6 Pro'dur. Bunda sistemi təzədir deyə, yəni artıq yeni güncəlləmələrdə şifrə avtomatik görünə bilər, amma köhnə cihazlarda görünmür. Necə öyrənmək olur? Deməli, Nokia 5G-dir mənim Wi-Fi-min adı. Görürsünüz, gəldi. Bu gələn ekranda indi bilmirəm yazısı var. Buna fikir verməyin də, ya bunu yoxmuş kimi ekran şəkli alırsınız. Ekran şəkli çıxdınız, girdiniz Play Market-ə. Yox, bura yazdı. Google Lens proqramı var. Azərbaycanca linza gedir. Məndə yüklüdür artıq görürsünüz. Gəldiniz bura, burada tam icazə verməmişəm deyə mən də şəkli ayrıca əlavə eləməliyəm. Seçdim şəkili, əlavə etdim, seçdim. Wi-Fi-min adı. Görürsünüz. Aşağıda məlumatlar gəldi. Bu linza proqramı şəkil vuraraq ona bənzər, onu da göstərim sizə. Ona bənzər nəsə bir şey axtarmaq üçündür. Məsəl üçün bu şəkli verirəm axtarışı. Gördüyünüz kimi buna bənzər təkliflər axtarır. Belə bir proqramdır. Bizə lazım olan isə Wi-Fi şifrəsini öyrənməkdir. QR kodu axtardıqda burada yazır. Ağın adı, yəni Wi-Fi-nin adı Nokia 5G, şifrəsi, parolu bilmirəm. Ağın türü, yəni şəbəkə növü də, yəni VPA1, VPA2. Yəni sizə lazım deyil onsuz. Buradan tam şifrəni öyrənə bilirsiniz. Yəni çox adam məndən soruşur. Videonu da hazır elə YouTube'a qoyacağam ki, istəyən olsa bir dəfəlik buradan götürüm. Hər dəfə ayrı-ayrı video çəkib atmayım.